Hər vaxtınız xeyirli olsun, əziz izləyicilər, hörmətli futbol sevərlər. Ulduz Cup beynəlxalq futbol turnirinin növbəti günündən yenidən reportajlarımızı davam etdiririk. Yarışda qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilir. Qarşıdakı bir neçə saat ərzində bu yarışdakı qrup mərhələsinin 3-cü turunun şahidlik edəcəyik. A, B və C qruplarında çıxış edən ümumilikdə 12 komanda artıq qrupun sonuncu oyununda meydana çıxacaq. Bu oyunlardan sonra artıq 4-1 finalın iştirakçıları müəyyənləşəcək. Hazırda isə Quba şəhərindəki Olimpiya İdman Kompleksinin stadionunda yan meydançada Qarabağ və Dinamo Tbilisi komandaları üz-üzə gəlirlər. Bu kollektivlər B qrupunda mübarizə aparırlar. Həmin qrupda Qarabağ və Dinamo Tbilisidən başqa Neftçi və Türkmənistanın Altıntaç komandaları da çıxış edirlər. Əvvəlki iki turda Dinamo Tbilisi ilk oyununda Neftçi ilə üz-üzə gəlib və həmin oyunu 4-0 hesabı ilə qələbə ilə başa vurub. İkinci qarşılaşmada isə Dinamo Tbilisi Altıntaçlar üz-üzə gəlib və həmin oyundan da qalib ayrılıb Gürcüstan komandası. İndi isə rəqib Qarabağ futbolçularıdır. Uğurlar arzulayırıq komandamıza, ümumiyyətlə burada iştirak edən hər bir komandaya uğurlar diləyirik. Paralel qarşılaşmada isə B qrupunun digər iştirakçıları Neftçi və Altıntaç üz-üzə gəlirlər. Görüşün startı verildi. Qarabağ futbolçuları ilk təhlükəli cəhdini yerinə yetirdilər, hücum cəhdini yerinə yetirdilər. Heç nə ilə nəticələnmədi. Onu da qeyd edək ki, hər iki kollektiv çempionatda iddialı tərəflərdir. Mərkəzdə başa-baş mübarizə davam edir. İrəliyə ötürmə gözlənilir. Cərimə meydançasına ötürmə, Dinamo Tbilisinin hücumunu gizləyirik. Qapıya doğru zərbə, top qapılı xətti üzərindən. Hərəkət edərək qapçının əllərinə gəlir. Dinamo Tbilisinin ikinci hücumunu izləyirik. Qarabağ futbolçuları diqqətli olmalıdırlar. İrəliyə ötürmə. Out. Yerinə yetirildi. Yaxında olan komanda yoldaşını seçdi. Ötürməni də məhz ona doğru etdi. Dinamo Tbilisinin ikinci hücumunu izləyirik. Bir rəqibindən yayındı. İkinci rəqib var qarşısında. Cərimə meydançasına daxil oldu. 3 futbolçu onun qarşısını kəsdi. Uğurla da topu aldı Qarabağ futbolçuları. Yayındı bir rəqibindən, amma ikinci rəqib ona imkan verməyəcək irələməyə. Belə də olur. Yenidən sağ cinahdan hücum davam edirdi. Amma out. İndi Qarabağın hücumunu izləyə bilərik. İmkan vermirlər komandanın irəliləməsinə. Mərkəzdə mübarizə davam edir. Ötürmə irəliyə doğru. Başla yanında olan rəqibini gördü. Sürətlə irəliləyir. Cərimə meydançasına daxil oldu. Qapıya zərbə və hesab açılır. Dinamo Tbilisi komandası görüşün erkən dəqiqələrində hesabı açır.
Əsasən cinahlardan hücuma keçir Dinamo Tbilisi komandası. Buna görə də Qarabağ futbolçuları və komandanın məşqçisi bu amili nəzərə almalıdır. Qarabağ bərabərlik axtarışında olacaq. Hesabda tarazlıq yaratmağa çalışmalıdır. İlk hissədə geri ötürmə. Keçir bir rəqibini ötürməsini etdi. Sağ cinahdan Dinamo Tbilisi yenidən bir hücuma keçir. Mərkəzə yaxınlaşmağa çalışır bu komanda. Amma ona qarşı hərəkət kobudluq idi. Cərimə meydançası daxilində və buna görə də hakim penalti təyin etdi. Dinamo Tbilisi qoldan bir neçə dəqiqə sonra, hətta çox az olar, 1-2 dəqiqə sonra penalti vurmaq hüququ qazanır. Görək hansı futbolçu penaltini yerinə yetirəcək. 18 nömrəli futbolçunun əlindədir. Vako Tskıvatya topun gerisindədir. Qarabağın qapısında isə Mikhail Şunindir. Vako Tskıvatya işarə verildi. Qapıya zərbə və hesab arasındakı fərqi artır. Dinamo Tbilisi təxminən 4-5 dəqiqə ərzində rəqib qapısından 2 cavabsız top keçirdi. İndi Qarabağ futbolçuları tələsməlidirlər. İlk hissədə, ilk 20 dəqiqə ərzində artıq bərabərlik yaratmaq şansları çətinləşir. Ona görə də hücumlarının sürətini artırmalıdırlar. Və xüsusən də müdafiədə diqqətli olmalıdır komanda üzvləri. Yan xəttdən top meydanı tərk edir. Dinamo Tbilisi out yerinə yetirəcək. Ötürmə. Yerdə olan komanda yoldaşını görür. Uğurlu ötürməni də reallaşdırır, amma komandanın 3 nömrəsi Demetri Rizhamadze topun qəbulu zamanı səhvə yol verir. Ona görə də Qarabağ pressingini tətbiq edir. Hazırda mərkəzdə top alma cəhdləri uğurlu nəticələndi. Qapçıya qədər ötürürlər, qaytarırlar dala topu. Dinamo Tbilisi topu ələ keçirdi. Mərkəzdə başa-baş mübarizə izləyirik biz hər iki komandanın futbolçularından. Sol cinaha ötürmə. Qarabağ indi cərimə meydançasına yaxınlaşmağa çalışır. Keçməyə çalışır bir rəqibini. Önündə 2 futbolçu da var idi. Ötürməsini etdi. Lakin uğurlu alınmadı. Yenidən top 4 nömrəli futbolçudadır. Keçdi 2 rəqibindən 3 rəqibinin sayrıldı, amma müdafiəçilər imkan vermirlər onun irəliləməsinə. Hətta ötürmə etməsinə belə imkan vermədilər. Qapçı tərəfindən top uzaqlaşdırılır. Dinamo Tbilisinin pressingi nəticələnir. Sağ cinahdan yeni bir hücum təşkil edir Dinamo Tbilisi. Yaxınlaşır mərkəzə doğru. Bütün Qarabağ futbolçuları oradadır, amma topu almaq hələ ki mümkün deyil. Qapıya doğru zərbə elə də qüvvətli alınmadı, amma qapçı yerindədir. Yaxında olan komanda yoldaşını gördü qapçı. Ötürməsi irəliyə doğru 2 futbolçu var onun önündə. Buna görə də ötürmədə səhvə yol verdi. İndi Qarabağ futbolçuları hücumdadılar. Cərimə meydançasına daxil olur. Ötürmə etməyə lazım idi, imkan vermədilər. Üçüncüdən zərbə yerinə yetirəcək Qarabağ. Standart vəziyyətlərdən fərqlənməyə çalışacaq indi Ağdam klubu. İşarə verildi. Top cərimə meydançasına göndərilir. Başla zərbə. Uzaqlaşdırmaq mümkün oldu Dinamo Tbilisi'dən, amma Qarabağ futbolçuları da öndə qarşılayırlar rəqibi. Əllə oyuna işarə var. Hələ ki hakimin heç bir rəyi yoxdur bu barədə. İrəliyə ötürmə. İndi əks hücumda Dinamo Tbilisi Qarabağın müdafiə xəttini keçib ötürməsini edib. Fərqi artıra bilərdi. Cərimə meydançasına daxil olur zərbə, amma top qapı xəttindən
yan keçir. Onu da qeyd edək ki, Neftçi Altıntaş oyununda hələ ki hesab açılmayıb. 0-0 hesablı bərabərliyi davam edir. Qarabağ futbolçuları indi hücumdadılar. Sol cinahdan sürətlə irəliləyir. Komandanın 18 nömrəsi axtarır komanda yoldaşlarını. Hələ ki heç kim yoxdur orada. Topu alırlar ondan. İndi irəlidə pressing tətbiq etməyə çalışacaq Qarabağ. Hücumun cinahı dəyişir. Sol cinahda irəliləyir Dinamo Tbilisi. İleri götürmə. Qarşılaşma dayandırıldı. Yerdə qalan futbolçu var. Ayağından zədə alıb həmin futbolçu. Görüş bərpa edildi. Zədəli futbolçu əvəzləndi. İndi Dinamo Tbilisi görünən odur ki, tam heyətlə əvəz etməyə hazırlaşır. Amma hələ ki sağ cinahdan hücumdadılar. Qarabağ futbolçuları qarşılayır rəqibi. Keçidə imkan vermirlər. Geri oynamağa məcbur edirlər. Qarabağ futbolçuları ümumiyyətlə müdafiədə diqqətli olmalıdırlar. Çünki rəqib dərhal cinah dəyişə bilir. Bu barədə onlar çox yaxşıdırlar. 50 oyun var idi. Ona görə də hakim oyunu dayandırdı. Bəli, tam heyətlə əvəz etməkdən istifadə etdi. Dinamo Tbilisi. Hazırda qrupdakı vəziyyət Dinamo Tbilisinin xeyrinədir. Çünki 2 oyun keçirib. Birinci turda, ikinci turda hər iki oyunda Neftçi klubunu həm də Altıntaçı 4-0 hesabı ilə məğlub edib. Gürcüstan təmsilçisi və 6 xalla bu oyunu nəzərə almasaq təbii ki, o 6 xalla irəlidədir. Birinci yerdədir. Qarabağ isə birinci turda Altıntaçı 4-1 hesabı ilə məğlub edib. İkinci oyunda isə Neftçiyə 1-0 hesabı ilə uduzub. Komandanın 3 xalı var B qrupunda. Neftçi təkcə Qarabağa qalib gəldiyinə görə 3 xalda onun aktivindədir. 3-cü yerdə məhz bu komandada Altıntaçın isə hələ ki xalı yoxdur. Qrup sonuncusudur. Bir daha qeyd edək ki, paralel oyunda Neftçi Altıntaçla üz-üzə gəlir və bu oyunda hələ ki hesab açılmayıb. Geri götürmə, geridən hücum başlatmağa çalışır. Dinamo Tbilisi irəliyə doğru uzun ötürmə ünvanlıdır. Axtarır rəqiblərini, komanda yoldaşına ötürmə etdi. Qarabağın qapısı diqqətlidir, yerindədir. Zərbəni uzaqlaşdırır. Dərhal da cərimə meydançasından çıxarırlar topu. Amma hücum davam edir. Ötürmə mərkəzdə qəbul olunur top. Çox sürətli oyun izləyirik. Baxmayaraq ki, Qarabağ hesabda geridədir, amma hücumlarının eyni zamanda müdafiədəki çıxışını da yaxşı davam etdirir bu komanda. Təmsilçimiz yan xəttdən meydanı tərk etməsinə icazə vermədi. Dinamo Tbilisinin üzvü irəliyə doğru ötürmə. Sol cinahdan yeni bir hücum izləyirik biz. 2 futbolçu var onun önündə. İmkan vermirlər qapıya doğru yaxınlaşmasına topun. Uzaqlaşdırılır. Amma yenə də mərkəzdə qəbul edir. Dinamo Tbilisi görək hansı cinahdan hücuma keçəcək.
mərkəzi tamamilə bağlayıb Qarabağ futbolçuları. Ancaq sağ və yaxud da sol cinahdan hücum reallaşdırmağa çalışır Gürcüstan klubu. Bir mənalı olaraq mərkəzdən qapımıza doğru yol tapa bilmirlər. Geri ötürmə. Qaydalar çərçivəsində deyərdik ki, hakim də epizoda yaxın idi. Cərimə meydançasına daxil olur. Keçidə imkan vermir Qarabağ futbolçuları. Top qapıcıdadır. İrəli ötürmə. Top digər qapıcıya qədər gedir. Üç futbolçunun əhatəsindən sıyrılır, rəqibinə komanda yoldaşına ötürmə edir, amma bu dəfə də Qarabağ futbolçuları cinahdan gələn hücumun, təhlükənin qarşısını dəf edir. Üç rəqibindən yayındı, qapıya zərbə də indirdi, amma zərbə dəqiq alınmır. Əgər Qarabağ bir qol vursa bu qarşılaşmada biz daha fərqli senari izləyəcəyik. Oyunun tempi və dinamikası daha da çox olacaq. Çünki Qarabağ hələ ki fərqlənməyib, 2-0 hesabı ilə geridədir, amma buna baxmayaraq sürətini də itirmir bu komanda. Pressing tətbiq etmək lazımdır öndə. Rahatlıqla ötürmə etməyə icazə vermək olmaz rəqibə. Yeni daha bir cinah hücumu izləyirik. Keçdi rəqibini. Bu rahatlıqla qol olacaqdır ki, oldu da 3-0 hesabı ilə Qarabağ geriyə düşür ilk hissədə. Bunu bildirmişdim də. Rəqibə rahatlıqla ötürmə etməyə imkan vermək olmaz. Çünki Dinamo Tbilisi bundan əvvəlki oyunlarından da biz görmüşük ki, ötürmələr zamanı həmin arxayınlığı, rahatlığı tapa bilsə, dərhal və sürətli şəkildə hücum yaradır. Yenidən oyun mərkəzdən başlayacaq. Komandanın balaca boy bir oyuncusu var. O başladı mərkəzdən. Əli Əliyev. Ümumiyyətlə sol cinahda onun hücumlarını bu oyun ərzində izləyirik. Yusuf Abduzadə uzaqlaşdırdı topu. Yenidən sol cinahdan Qarabağ hücumdadır.
Zərbə qapıcı yerindədir. Sol cinahda irəliləyir Dinamo Tbilisi. Daha bir fürsət. Yusif Daşdəmirov ötürməsini etdi irəliyə doğru. İki komanda yoldaşı var idi, amma bir-birlərini başa düşmədilər həmin epizodda. Top meydanı tərk edir. Geçir rəqibini. İki futbolçu orada rəqibinin irəliləməsinə imkan vermədi. Mərkəzə. Sağ cinahdan daha bir hücum hazırlığı. Cərimə meydançasını ötürmə. Uzaqlaşdırmaq lazımdır. Rəqibin yaxınlaşmasını gözləmək olmaz. Əli Əliyevdən ötürmə. Yenidən Əli Əliyev. Mərkəzə doğru yaxşı ötürmə izlədik biz, amma oyundan kənar vəziyyət. Çox yaxşı hücum təşkil etmişdi Qarabağ. Amma yekunda oyundan kənar vəziyyət qeydə alınır. Və beləliklə ilk hissə başa çatdı. Qarabağ Dinamo Tbilisi qarşılaşmasında Gürcüstan klubu 3-0 hesabı ilə ilk hissədə irəlidədir. Görək ikinci hissədə bizi nələr gözləyir. Fasaya ayrılaq. Beləliklə Qarabağ Dinamo Tbilisi qarşılaşmasında ikinci hissəyə start verilir. Hissə başlayan kimi Qarabağın ilk hücumu elə qolla nəticələndi. Komandanın 17 nömrəsi Əli Əliyev topu qapıdan keçirərək hesab arasındakı fərqi azaltdı. İndi küncdən zərbə yerinə yetirəcək Dinamo Tbilisi futbolçuları. Bu templə Qarabağ davam etsə əgər ikinci hissədə hesabı bərabərləşdirə bilər. Yəni ki, fasilə zamanı baş məşqçinin də tapşırıqlarına diqqətlə qulaq asıb futbolçular. Ona görə də hissə başlayan kimi ilk hücum elə qolla nəticələndi. Hesab arasındakı fərq 2-yə enir. İrəliyə ötürmə. Mərkəzdə qəbul edilir top. Axtarır komanda yoldaşlarını. Cinaha ötürmə. Orada Dinamo Tbilisinin də futbolçusu var idi, amma səhvə yol verir. Ötürməsi tamamilə boş zonadadır. Qapıya zərbə indirmək lazım idi, amma top qapı xəttindən meydanı tərk edir. Küncdən zərbə yerinə yetirəcək indi Qarabağ. Standart vəziyyətdən fərqlənməyə çalışacaq Ağdam klubu.
Yusuf Abdızadə. Topu cərimə meydançasına göndərir. Başla zərbə, amma elə də effektiv alınmadı. Qarabağın üzvünün zərbəsi. İrəlidə pressing tətbiq edir Qarabağ futbolçuları. İkinci hissəyə nəzərən daha yaxşı təsir bağışlayırlar indi. Topu irəlidə qəbul etməyə çalışırlar. Artıq ikinci hissədə Dinamo Tbilisi hücum qurmaqda. Bir qədər çətinlik şəkildə top ələ keçirilir. Axtardı mərkəzdə olan komanda yoldaşını ötürmə etmək istədi, amma top itkisi dərhal da qazanırlar. Ötürmə sağ cinaha. Topa çatmaq lazımdır. Yan xəttdən top meydanı tərk edir. Out. Dərhal da yerinə yetirirlər. İndi Dinamo Tbilisi hücum hazırlığındadır. Özü irəliləyir. Komandanın 3 nömrəsi ötürməsini də etdi. Oyundan kənar vəziyyət. Yerdə qalan futbolçu var. Ümid edək ki, onun vəziyyəti elə də pis deyil. Yaxın plandan izləyirik hazırda indi. Üzünə doğru təmas olub. Görünən odur. Amma oyuna davam edə biləcək. Hər şey qaydasındadır. Oyun sərbəst zərbə ilə qaldığı yerdən davam edir. Ötürmə. Daha bir cəhət. Sağ cinahdan hücuma keçir. Qarabağ futbolçuları iki futbolçudan yayınır. Ötürməsini edir. Qapıcı ilə təkbətəkdir. Zərbəsini də indirdi və 3-2. Hesab arasındakı fərq 1-ə enir. Ümumiyyətlə, ikinci hissəyə çox yaxşı başlayıb Qarabağ futbolçuları. Dinamo Tbilisi ilk hissədə vurduğu 3 golla öndə idi. Fasiləyə də çox yaxşı üstünlüklə yollandı, amma ikinci hissədə biz fərqli senari izləyirik. Qapıya zərbə. Talhat Gözəl yerindədir. İrəliyə doğru vurur topu. Orada komanda yoldaşlarından bir nəfər var. Ötürməsini etdi, amma imkan vermədilər. Onun keçidindən hücum isə davam edir. Cərimə meydançasına yaxınlaşır. Hər şey qaydalar çərçivəsində idi. Mübarizəyə davam etmək lazımdır. İrəliyə ötürmə. Axtarır komanda yoldaşlarını. Ötürməsini də etdi. Outdan yan xəttdən meydanı tərk edib top. Onu da qeyd edək ki, paralel keçirilən qarşılaşmada Neftçi 2-0 hesabı ilə öndədir. İlk hissədə bir gol vurmuşdu Bakı təmsilçisi. İkinci hissənin əvvəlində də fərqlənərək hesabı 2-0 çatdırır Ağqaralar. Qarabağ klubunun futbolçuları, mən belə təxmin edirəm ki, baş məşqçinin təlimatına əsasən topu nə olursa olsun irəlidə qəbul edirlər. Mərkəz xəttində qəbul etməyə çalışırlar. Çünki Dinamo Tbilisi ilk hissədən də biz bunu gördük. Pressingi yaxşı olan komandada indi isə daha bir yaxşı bir ötürmə izlədi. Mərkəzə doğru. Ötürmə.
Əli Əliyev yaxınlığında idi topun. Amma qəbul etmədə çətinlik çəkdi. Dinamo Tbilisi sol cinahdan hücuma çıxır, ötürməsini etdi. 3-4 futbolçusu var Dinamo Tbilisinin, topu uzaqlaşdırmaq lazımdır. İndi uzaqlaşdırılır top. Oyun dayandırılır. Cərimə zərbəsi yerinə yetirir Dinamo Tbilisi. Qapıya kifayət qədər uzaqdır məsafə. Yəqin ki, ötürmə edəcək Dinamo Tbilisinin 18 nömrəli futbolçusu Bako Psilbata. Yəni, zərbədən belə başa düşüldü ki, qapıya zərbə indirmişdi birbaşa. Amma top qapı xəttindən meydanı tərk edir və küncdən zərbə yerinə yetirəcək Dinamo Tbilisi. Cərimə meydançasında komandanın kifayət qədər oyuncusu var. Görüş dayandırıldı. Komandanın qapıcısı yerinə yetirmir oyuna. Yəqin ki, uzaq məsafə xeyr, ötürmə ilə başladılar. Ötürmə irəliyə doğru. Dinamo Tbilisi topu ələ keçirir, qapıya zərbə indirir. Çox uzaq məsafədən fərqlənir Dinamo Tbilisi. 4-2 olur qarşılaşmada. Yenidən mərkəzdən başlayacaq Qarabağ oyuna. Cərimə meydançasında qısa ötürmələrlə hücum hazırlığındadır Qarabağ. İleriyə doğru ötürmə, 4 futbolçunun əhatəsindədir. Amma hələ ki topu itirməyiblər. Zərbə qapıya doğru. Dalğa adı gözəl yerindədir. Sağ cinahdan 3 futbolçunun əhatəsindən çıxaraq hücum qurmağa çalışırdı Qarabağ futbolçuları. Buna imkan vermirlər. Yaxşı fürsət əldə edib Qarabağ futbolçuları özü irəliləyir. Qapçı ilə təkbətəkdir. Zərbəsi və 4-3. Dərhal da fərqi azaldır Qarabağ futbolçuları. Qolun müəllifi isə komandanın 17 nömrəli futbolçusu Əli Əliyevdir. Dubl müəllifi olur bu qarşılaşmada Əli Əliyev. Bundan əvvəlki gollardan biri də məhz ona məxsusdur. Bol qollu bir qarşılaşma izləyirik. Qarabağ bu oyunda qalib gəlməyi hədəfləyir, çünki aktivində 3 xal var. Dinamo Tbilisi isə bundan əvvəlki 2 oyunda hər ikisində 4-0 hesabı ilə qalib gəlib və 6 xalla qrup lideridir. Onu da qeyd edək ki, Dinamo Tbilisinin qapısından
ilk qolu da məsələ Qarabağ keçirdi. Çünki bundan əvvəlki bir daha qeyd edək ki, oyunlarda bu komanda qapısında top keçirmədən, top buraxmadan qalib gəlib. Hər iki oyunda 4-0 hesabı ilə. Cərimə meydançasına daxilinə ötürmə etmişdi. Buradan zərbə zamanı out. Geriyə. Qarabağ futbolçularının presingini izləyirik. Top ələ keçirilir, ötürmə edilir. Keçmir ələk amma hücum davam edəcək. Mərkəzə doğru ötürmə. İki futbolçu mane oldu. Komandanın 9 nömrəli futbolçusuna Abdullah İskəndərliyə. Göre oyun dayandırıldı. Qarabağ topu ələ keçirir sağ cinahda. Bir rəqib var qarşısında. Ondan yayınmağa çalışır. Görüş davam edir. Çıxartdı o zonadan topu amma uzaqlaşdırılırlar. Qalan gözəl topu qarşılayacaq indi. Ötürməsində etdi. Komanda yoldaşı ilə anlaşılmazlıq yanaşcandı amma top itkisi qeydə alınmayıb hələ ki. Oyun davam edir. İşte bir rəqibindən sona dək mübarizə apardı və top meydanı qapı xəttindən fərq edir. Geriyə. Ələ keçirirlər Qarabağ futbolçuları. Qapıya zərbə. Qapıcı imkan vermədi. Hesabın bərabərləşməsinə indi Dinamo Tbilisi futbolçuları hücumladılar sağ cinahdan. İki futbolçu Tbilisinin irəliləməsinə imkan vermədi. Amma orada yıxılıb Dinamo Tbilisinin üzvü. Bir dedək ki, uşağın vəziyyəti elə də ciddi deyil. Cərimə zərbəsi yerinə yetirir Dinamo Tbilisi futbolçuları. Bir qədər əvvəlki epizoda görə. Və heç də uğurlu alınmadı. Out yerinə yetirəcək Qarabağ komandası. İcra olundu. Əli oturma. Dərhal da mərkəzdə qarşılayırlar topu.
İndi Qarabağ topu ələ keçirib. Sağ cinahdan hücum davam etmədi. Hələ ki, heç bir komanda cərimə meydançasına yaxınlaşa bilmir. Hər iki kollektivin mübarizəsi meydanın ortasında davam edir. Qarabağ topu ələ keçirdikdən sonra dərhal irəli çıxır. Onlara mane olurlar. Dinamo Tbilisi topu ələ keçirir, dərhal irəli çıxır. Qarabağ futbolçuları bu dəfə mane olurlar. Hələ ki, ehtiyatlı davranır hər iki komanda. Hesab 4-3 Dinamo Tbilisinin xeyrinədir. İndiki vəziyyətdə Qarabağın vurduğu bir gol belə vəziyyəti dəyişə bilər. Qarabağın futbolçusu yerdədir, zədələnib. Sərbəst zərbə ilə davam edəcək oyun. Tbilisi cərimə meydançasında təhlükəli vəziyyət yaratdı, amma dəf olunur hücumu. Demək olar, hər iki komanda hazırda heç nə ilə yadda qalmır. Top Qarabağ futbolçusunun başına dəydi. Bilərək edilən bir həmlə deyildi. Topu uzaqlaşdırmaq istəyən zaman Dinamo Tbilisinin üzvü top Qarabağ futbolçusuna dəydi, başından dəydi. İrəliyə ötürmə çox diqqətli alındı. Ona görə qapı xəttindən oyuna daxil edilməlidir. Və beləliklə Qarabağ Dinamo Tbilisi qarşılaşması da başa çatır. Dinamo Tbilisi qrupu maksimum nəticə ilə lider kimi başa vurur. Üçüncü turda 4-3 hesabı ilə Qarabağa qalib gəlir. Biz isə yayımımızı 3-cü turun digər qrupunda keçiriləcək görüşlə davam etdirəcəyik. C qrupunda oyun keçiriləcək. Bir qədər sonra yenidən görüşərik.